Xalq artisti Polad Bülbüloğlu'nun nəğməkar şair Onegin Hacı Qasımovun sözlərinə bəstələdiyi Doğma Diyar mahnısı 1979-cu ildə ekranlaşdırılan Mən mahnı qoşuram filmi üçün yazılan mahnı Sumqayıt şəhər Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin Şəfəq xorunun solistlərinin ifasında səslənir. Şagirdlər böyük həvəslə Uşaq İncəsənət Festivalına hazırlaşırlar. Festival istedadlı evladlarımızın üzə çıxması, onların ruhunu yüksəltmək, onların gələcək uğurlarına bir imza atır sanki. Ona görə də bu il bu festivalda qeydiyyatdan keçən artıq yüzlərlə uşaqlar vardır və biz buna çox sevinirik. Biz də Sumqayıt məktəbi, Bülbül adına 2 saylı uşaq incəsənət məktəbi olaraq və onun Şəfəq xoru bu festivalda çox böyük həvəslə iştirak edəcəyik, hazırlaşmışıq və bu festivalda çox böyük uğura imza atacağımıza əminik. Bütün iştirakçılara bol uğurlar arzu edirik. Sumqayıt şəhər Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbi ilə yanaşı şəhərin Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbi və Əli Kərim adına poeziya evində də uşaq incəsənət festivalına hazırlıq mərhələsinin çəkilişini apardıq. Bu, təhsil ocaqlarının da şagirdləri səbirsizliklə festivala qatılacağı günü gözləyir və yüksək bacarıq nümayiş etdirərək qalib gələcəklərinə əmindilər. Uşaq İncəsənət Festivalına böyük maraqla qatılmışam. Bütün iştirakçılara uğurlar arzu edirəm. İnanıram ki, mən də layiqli yer tutacam. Festivala görə hər bir kəsə təşəkkürümüzü ilk öncədən bildiririk və uşaqlarımız da festivala həvəslə hazırlaşır, coşğu ilə həvəs göstərirlər. Eləcə də müəllimlərimiz festivalda iştirak edən şagirdlərə öz hazırlıqlarını, əlindən gələni edirlər. Buna görə də şagirdlərimizə uğurlar diləyirik. Hamıya məlum olduğu kimi bu il Uşaq İncəsənət Festivalı keçirilir. Necə ki 2 il bundan əvvəl də 1-ci Uşaq İncəsənət Festivalı keçirilmişdi. Mən də orada iştirak etmişdim və belə ki final mərhələsinə qədər irəliləməyi bacarmışdım. Bu il də keçirilir. Biz də sürətlə hazırlaşırıq və məşqlərimizi davam etdiririk. Bu il keçirilən Uşaq İncəsənət Festivalında hamıya uğurlar arzu edirəm. Bütün ifaçılara ümid edirəm ki, yaxşı olacaq. Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalı 2025 Azərbaycanın müxtəlif bölgələrindən olan yaradıcılıq bacarıqlarına güvənən 6-17 yaş aralığında olan bütün uşaqları peşəkar və həvəskar kateqoriyalar üzrə festivala iştirak etməyə dəvət edir. Festival istedadlı uşaqları kəşf etmək, onların yaradıcılığını ön plana çıxarmaq, milli mədəniyyətə olan sevgini gücləndirmək, zəngin mədəni irsimizi gələcək nəslə ötürmək məqsədi ilə təşkil olunur. Festival zamanı iştirakçıların bacarıqları peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. 19 fərdi, 5 kollektiv nominasiya olmaqla 3 yaş, 6-9, 10-13, 14-17 yaş qrupunda ümumilikdə 24 nominasiya üzrə keçirilən bu festivalda istedadını nümayiş etdirən hər bir uşaq festivalın parlayan ulduzuna çevrilmək fürsətini əldə edəcək. Nominasiyalar və festivalın keçirilmə qaydaları haqqında ətraflı